Sabahınız xeyir. Dalımla gələnə mən. Hara getdin hə? Aa, şimdi bucu. Bu biri. Bulara. Kırın birbirinizi, kırın. Sabahınız xeyir olsun. Gününüz uğurlu olsun. Hazırı artıq 2-3 saat yuxu yatmışıq cəmi. İndi qayıdırıq ölkəmizə, vətənimizə. İnşallah bu ay yenə qayıtmalıyıq Moskvaya. Toyla bağlı. Yenə bir günlük gəlib yenə qayıdacaq. Toy olsun, bayram olsun, həyat firavan olsun. Demək, mən hər zaman qızlar deyə videoya başladığıma görə mənə direktdə həmişə bəylər yazır ki, Aysun xanım, siz də ancaq qızlar, biz də sizi izləyirik axı. Yazırlar. İndi sizin üçün bəylər, bu dəfə sizi düşünərəkdən sizin üçün bir Trendyol mağazası tapmışam. Qiymətlər çox münasib, amma o qədər gözəl geyimlər var, aksesuarlar var. Bax, ora girirsiniz, məşuq eləyirsiniz. Sonra deməyin ki, Aysun xanım bizi fikirləşmir. Dünən gecə tapmışam onu, çox gözəl bir mağazadır. Tam özdə bu arada onu da deyim qızlar, oradan hədiyyəlik də ala bilərsiniz bəylərə. Çox gözəl şeylər var. Qızlar, incimin yaxşı sizin üçün də link hazırlamışam. Link hazırlamamışam, mağaza paylaşacağım. Niyə? Çünki de facto da 10 manatdan başlayan qiymətlərlə çox gözəl alışveriş eləyə bilərsiniz. Münasib qiymətlərdir, çox münasib qiymətlərdir. Evdar xanımlar, məni dinləyin. İndi paylaşacağım linkdən nələr almışam. Orada evə aid xırda ev əşyaları var ha. O qədər maraqlı şeylər var. Organizerlar, nə bilim, bu maraqlı taxta, çox qəşəng şeylər vardı. Ona bir girib baxmalısınız və qəpik quruşa 1 manat, 2 manat belə qiymətədir. Mütləq şəkildə bu linka göz atın. Ürəyiniz gedəcək. Orada ən sevdiyim bir dənə orada belə kubka kimi dəsmal var. Belə toz zaləri gözəl olur. Çox qəşəngdir. Girin baxın ora. Bir dənə çamadan linki qoyacağım indi. Siz də mən kimi tez-tez səyahət edirsinizsə, mütləq şəkildə bu çamadanlara göz atın. Niyə? Çünki Bakıda olan padelka çamadanların qiymətinə orada orijinal markaların çamadanları var. Və çox sözlü çamadanlar var. Hansı ki, belə 360 dərəcə fırlanır. Və içi çox genişdir. Balaca olmağına baxmayaraq. Mütləq linka göz atarsınız. Demək qızlar, bilirəm ki, siz də mənim kimi qaş sabitlənməyi çox sevirsiniz. Mən düşünürəm ki, qaş sabitlənən zaman qaş-göz məsafəsi açılır və göz daha belə ceyran göz olur deyə düşünürəm. Bunun üçün istifadə etdiyim 3 dənə qaş geli var. Bunun biri mənim makyaj çantamda olur, birisi evdə olur. Bunun biri Pink Red'i, birisi Esklam'dır. Bu ikisi də möhtəşəmdir, ağ saxlanmır, amma bunları tək istifadə etsəniz, bir neçə saat sonra qaşınız düşəcək. Amma bunların üstünə yoğun bir şey istifadə etsəniz, misal atıram, Maybelline istifadə etsəniz, bu elə bir kleydir də yəni. Elə olacaqdır ki, hətta elə yatsanız belə, yummasanız belə, səhər duracaqsınız ki, qaş elədir. Bu üçünü istifadə edirəm kombo olaraq. Məsələn, Pink Red'i vururamsa üstündən bu Maybelline vururam və ya Esklam'ı vururamsa üstündən yenə də Maybelline vururam. Və gün ərzində mən onu silənə qədər qalır. Bu kleydi yapışdırır.